Salam dostlar, ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə 9 günlük İtaliya, İspaniya və Portuqaliya səyahəti planlamaq istəyirəm. Bu videonun məqsədi ondan ibarətdir ki, həm təlimdə 3 saat ərzində danışdığım məlumatlar, bələdçi sənədində sizə göndərdiyim məlumatların toplusu olaraq gəlin sizinlə birgə 9 günlük səyahət planlayaq və siz də bu video vasitəsilə daha aydın şəkildə vizual olaraq görəsiniz ki, sərfəli səyahət planlayarkən hansı addımlar atmalısınız və bu addımların nə qədər də çətin olmadığını görəcəksiniz. Odur ki, başlayaq. İlkin olaraq biz vizamızı İtaliya səfərliyindən almışıq və qeyd etmişik ki, girişimiz ilkin olaraq Romadan olacaq, yəni İtaliyadan olacaqdır. Buna görə də biz nə etməliyik? Artıq təlimdə öyrəndiyimiz kimi Bakıdan Romaya birbaşa Wizz Air hava yolları var və həmin o hava yollarından bilet almalıyıq. Odur ki, gəlin ilkin biletimizi alaq. Beləliklə, bələdçi sənədində də qeyd olunduğu kimi bizim atmalı olduğumuz ilkin addım bu ucuz bilet tapılmasıdır. Marşrutumuz Bakı-Roma olduğu üçün biz vizanı İtaliya səfərliyindən almışıq və 10 günlük səfər planlayırıq və bu bir tək İtaliya olmayacaqdır. Deyək ki, səfərimiz həm Portuqaliya, həm İspaniyanı əhatə edəcək. Odur ki, ilkin biletimizi axtarırıq ki, biz Bakıdan Romaya necə gedib çıxacağıq. Bunun üçün əlbəttə ki, biz artıq bilirik ki, Wizz Air hava yolları uçur. Bunu öyrənmişik. Ona görə Bakı-Roma deyə veb sayta daxil olub qeyd edirik. Tarixlərimiz isə necə olacaqdır? İyul ayı üçün almışıq deyək ki, vizamızı. Ayın 11-dən 18-nə kimi gəlin seçək və görək qiymətlər neçəyədir. Biz artıq bunu öncədən tarixləri belirlədiyimiz üçün belə deyək də daxil olub bileti alırıq. 11-i üçün $140 biletimiz. Sırf bel çantası ilə, mən bel çantası ilə seçirəm. Ondan sonra 10 kiloqramlıq bagajı əlavə edəcəm. 18 iyul isə qiymət $232. 21 iyul üçün də hər ehtimala bir qiymətə baxaq, bəlkə daha ucuzdur, o daha da bahadır. Deyək ki, 18 iyul artıq qayıdırıq. $232 biletimizə baxdıq. Yenə də tək bel çantası ilə seçirik. Və davam et düyməsini basacağıq hal-hazırda. Budur, gördüyünüz kimi qiymətlərlə tanış olduq. Davam et düyməsini basırıq. Daha öncə də vurğuladığım kimi, əgər ən azı 2 dəfə il ərzində Wizz Air ilə səyahət edəcəksinizsə, o zaman Wizz Air Discount Club-a üzv olmağınızı tövsiyə edirəm. Adımızı qeyd edirik. Pasportda qeyd olunduğu kimi və sadəcə cinsimizi qeyd edirik. Yəni Wizz Air-dən bilet alarkən heç pasport məlumatını belə daxil etmirsiniz. Burada mən sizə nə tövsiyə edirəm? Gördüyünüz kimi əlavəsi 10 kiloqramlıq, 20 kiloqramlıq bu check-in bagajdır. Check-in bagaj nə deməkdir? O deməkdir ki, siz bunu mütləq şəkildə bagaj bölməsinə verməlisiniz. Mən bunu normalda sevmirəm, çünki bu səyahətləri yavaşladır. Mənim ən sevdiyim isə budur. Wizz Air Priority. Wizz Air Priority sizə 10 kiloqramlıq cabin bag verir. Yəni siz bunu təyyarəyə keçirə bilərsiniz və eyni zamanda bel çantasına icazə verir. Bunun üçün əlavə $22 ödəniş istəyir və mən bunu seçirəm özüm üçün və continue düyməsinə basıram. $22 hər istiqamət üçündür. Yəni Bakı-Roma, Roma-Bakı biletimiz bir balaca daha da bahalaşır və olur $418. Bundan sonra continue düyməsinə basırıq. Burada bunu seçməlisiniz ki, mən bagaj istəmirəm və indi continue düyməsinə basırıq və əlbəttə ki, bizə müxtəlif şeyləri satmağa da çalışacaqlar. İndi biz burada deyirik ki, yox, bizim heç bir dəstəyə ehtiyacımız yoxdur. Soruşur ki, əlavə hər hansı bir məxsusi xidmətə ehtiyacın varmı? Məsəl üçün, hər hansı bir fiziki məhdudiyyətin varsa, sənin üçün ayrıca bir xidmət təşkil edək. Olmadığı üçün no qeyd edib davam edirik. Normalda deməli ki, sizin profilinizin olmasını tövsiyə edirəm. Mənim profilim var. Bu arada Wizz Air-də endirimlərdən xəbərdar olmaq istəyirsinizsə, subscribe düyməsini basırsınız və sizin e-mailiniza mütəmadi şəkildə endirimlərlə bağlı məlumat gələcəkdir. Mənim profilim olduğu üçün artıq sign in edirəm. Sign in etdikdən sonra gəlir ən əsas hissə, bunu digər videoda da izah eləmişdim. Choose seat later edirik ki, pul ödəməyək və sonradan bunu belə deyək də həll edəcəyik. Continue düyməsini basırıq. Əlavə bizə xidmətlər satmağa çalışır, heç nə istəmirik, təşəkkür edirik. Artıq $418 bizim üçün yetərincə bahadır. Yenə maşın sifarişi və s. bunu təklif edir, ehtiyac yoxdur və bu qədər dostlar ödənişi edib bileti ala bilirsiniz. Gördüyünüz kimi $418.
Beləliklə ilkin olaraq biletimizi aldıq. Burada məsələ belədir ki, biz vizaya müraciət etmişik. Artıq konkret uçuş tarixlərimizi bildiyimiz üçün biletlərimizi də ala bildik. Çünki bəllidir ki, biz Bakıdan nə vaxt çıxacağıq və Bakıya nə vaxt qayıdacağıq ki, bu tarixlər də 11-19 idi. İndi isə atmalı olduğumuz növbəti addım odur ki, ümumiyyətlə günlərimizi planlayaq. Çünki bizim məqsədimiz bir tək gedib İtaliyanı gəzmək deyil. Bizim məqsədimiz Romaya getməkdir. Oradan deməli ki, Portuqaliyaya getməkdir. Həmçinin də İspaniyaya getməkdir. Burada ardıcıllıq dəyişə bilər. Artıq ən vacib hissə burada başlayır. Bunun üçün nə edirsiniz? Dəftərdə başlayırsınız bütün tarixlərinizi yazmağa. Bizim üçün 11, 12, 13, 14, 15, 16, 17, 18 bu aralıqda gün bölgüsünü etməlisiniz ki, neçə gün İspaniyada keçirmək istəyirsiniz, neçə gün Portuqaliyada keçirmək istəyirsiniz və ən vacib məsələ biz Romadan Portuqaliya və İspaniyaya necə gedəcəyimizi bilmirik. Bunun üçün bizim yardımımıza aviasales çatacaqdır. Biz baxmalıyıq ki, Romadan Portuqaliya və ya da ki İspaniya ki spesifik olaraq Sevillaya getmək istəyirik bu səfər müddətində. Sevillaya necə gedəcəyimizi aviasales vasitəsilə görəcəyik və biletləri müqayisə edə biləcəyik. Bu etapda ən vacib məqamlardan biri nədir? Odur ki, siz biletləri və marşrutu müəyyənləşdirməlisiniz. Yəni tutalım ki, birinci fikirləşəcəksiniz ki, okey, baxım ki, mən Romadan Sevillaya getsəm, Sevilladan Lissabona keçsəm və Lissabondan Romaya qayıtsam, bu mənə neçəyə başa gələcəkdir? Yəni bütün o biletləri yoxlayırsınız. Ondan sonra isə bir dənə də alternativə baxırsınız ki, okey, bəs mən Romadan Lissabona getsəm, Lissabondan Sevillaya keçib, Sevilladan Romaya qayıtsam, bu mənə neçəyə başa gələcəkdir? Yəni burada məntiqli olaraq sadəcə 2 marşrut var. Hər 2 marşrutun qiymətlərini müəyyənləşdirirsiniz. Ən ucuzu, ən rahatı nədirsə onu seçirsiniz. Gəlin indi isə biletlərə baxaq və görək ən sərfəlisi nədir? Beləliklə, biletləri müəyyənləşdirmək üçün ki, Romadan Portuqaliya və ya Romadan Sevillaya nə gedir bilmədiyimiz üçün aviasales bizim köməyimizə çatacaqdır. Buna görə burada Roma seçirik. İstənilən hava limanı olması üçün, yəni bir tək Fiume üçün və ya burada 2 hava limanı var. Biz Roma ümumi seçirik. Ondan sonra birinci yazaq, məsəl üçün Lissabona gedəcəyik. Getmək istəyirik. Görək Lissabona biletlər neçədir. Daha öncəsində də zaten biz müəyyənləşdirdik ki, hansı tarixlərdə səyahət edəcəyik. Romadan hansı tarixdə tərk edəcəyik, belə deyək də Romanı. Ona görə gəlirik və iyul ayının 13-ünü seçirik burada. Və qayıdış biletinə ehtiyacımız yoxdur. Çünki biz marşrutu Lissabon üzərindən qursaq, oradan da birbaşa Sevillaya qayıdacağıq. Ona görə bir tərəfli seçirik bileti. Bilet axtarmaq düyməsini basırıq və gəlin görək bizə nə təklif edir. Bizə təklif edir ki, Romadan Lissabona biz 151 manata, 157 manata gedə bilərik və sair burada biletləri də görürük. Bagajlı 10 kiloqramlı bagajlı 248 manat olacaqdı bilet. Burada 326 manat olacaqdı. Aydındır. Eyni zamanda da biz baxaq görək ki, bəlkə bizə Romadan birbaşa Sevillaya getmək sərf edir. Onda da biz burada Sevilla sözünü yazırıq. Eynən 13 iyul tarixi qalır. Bilet axtarmağı basırıq. Və budur, gördüyünüz kimi 13 iyul tarixində 111 manata təklif edir ki, Sevillaya bilet var. Burada əlbəttə ki, vacib faktorlardan biri həmçinin də saatdır ki, hansı saatda uçacaqdır. Buna da diqqət etmək lazımdır. Çünki biz 11-i uçuruq, 12-si Romada keçirəcəyik. 13-ü bütöv gün Romada keçirməyimiz tövsiyə olunandır və gecə ilə əslində Sevillaya və Lissabona getməyimiz yaxşı olardı və gecə reysi burada birbaşa reys görmürəm və sizə tövsiyə edirəm ki, Avropa çərçivəsində belə birbaşa reys filtrini də basasınız ki, sırf belə deyək də bu birbaşa reysləri görəsiniz. 18:00-da var belə. Eyni zamanda da deməli gördüyünüz kimi səhər-səhər var. Amma biz burada görürük ki, 14 iyula bilet daha da bahadır. O zaman biz bir balaca marşrutumuzu dəyişə bilərik. Yəni olmasın 13-ü, olsun 14-ü. Səhər tezdən gedəcəyimiz təqdirdə problem olmayacaqdır və 61 manata hətta bilet var. Bagajla birgə bu gördüyünüz kimi bu 20 kilo bagajladır. 10 kilo bagajla daha da ucuz olacaqdır. Deməli Visa Air uçur 61 manata. Mən tövsiyə edərdim ki, siz bu bileti də gözdən keçirəsiniz. Amma daha yaxşı olar ki, elə Ryanair-la alasınız ki, 14:00-da artıq Sevillada olub, 14 iyul tarixində Sevilladan zövq almağa başlayasınız dostlar. Və burada nə edirik? Biz aviasalsda gördük ki, bu Ryanair-dir. Mən tövsiyə edirəm ki, birbaşa keçid edəsiniz Ryanair hava yollarına. Burada da profil yaradasınız özünüz üçün və hər zamanki kimi eyni addımlar atırsınız. Axtarış nədir? Burada qeyd edirik ki, Romadan qeyd etdik ki, Sevillaya daha ucuzdur bilet. Əlbəttə ki, o zaman Sevillaya getmək daha məqsədə uyğundur. Və Sevilladan belə deyək də iyul ayına baxırıq.
Bircə dəqiqə. Aha, iyul ayına baxırıq ki, biz 14-ü üçün bilet axtarırıq. Bilet one way olduğu üçün burada bu düyməni basırıq və search düyməsini basırıq. Və budur, indi bizə göstərəcək ki, cəmi cümlətanı 42 avroyadır bu bilet. Bu bileti də eynən Wizz Air-də necə bilet alırsınızsa elə alırsınız dostlar. Mən yenə də sizə izah edəcəm. Gördüyünüz kimi burada regular seçirik ki, bu regular olsun. Regulara nələr daxildir? Bu əlavə 31 avro edəcəkdir. Regular package, belə deyək də. Sizin bir tək bel çantası ilə biletin qiyməti 42 avrodur. Amma regular etmək istədiyiniz təqdirdə bel çantası üzərinə priority boarding, yəni növbədən kənar sizin qeydiyyatınızı təmin edəcəklər və eyni zamanda 10 kiloqramlıq bagajı da sırf cabin bag, belə deyim də, nəzərə alsaq, mən tövsiyə edərdim ki, bunu götürəsiniz. Çünki artıq Wizz Air-də bunu götürmüsünüz və həmin o bagajı özünüzlə axıra kimi daşımalısınız da, belə deyək. Ryanair'də də profilinizin olmasını tövsiyə edirəm. Beləliklə, buradan məlumatlarınızı qeyd edirsiniz, yazırsınız. Salah Alakbarova qeyd etdik. Beləliklə, burada ad soyadımızı qeyd etdik. Deməli, davam et düyməsini basırıq. Deməli ki, dostlar, Ryanair'in Wizz Air-dən fərqi ondan ibarətdir ki, siz burada oturacağınızı da seçə bilirsiniz. Çünki bəzi oturacaqlar biletə daxildir, gördüyünüz kimi. Bunlar ödənişlidir. Məsəl üçün 50 sent, 2,50 avro, 3,50 avro. Amma bunlar isə includeddir. Burada birini seçirsiniz. Məsəl üçün mən pəncərə önü sevirəm. Seçdim. Burada əlavə xidmətlər satmağa çalışacaq sizə. Ehtiyac yoxdur deyirik. Gördüyünüz kimi bu sizə deyir ki, sizin biletinizə nələr daxildir. 10 kiloqramlıq cabin bag və bel çantasınız daxildir. Əlavə də nə almaq istəsəz əlavə edə bilərsiniz. Məsəl üçün bu check-in bagin qiyməti 16,99-dur. Bu normalda məsəl üçün daha ucuzdur, amma mən priority-ni hər zaman sevirəm. Ona görə baxın, əgər sizə belə deyək də istəyirsinizsə, o zaman priority-ni əvəzinə, belə deyək də bu package-in əvəzinə bu daha bahaydı, çünki 31 avro idi. Siz gəlib 16 avroya bu deməli ki, bu bagajı əlavə edə bilərsiniz, amma siz bu bagajdan təyyarəyə gedə bilməyəcəksiniz. Təyyarəyə getdiyiniz təqdirdə sizi cərimələyəcəklər. Siz bunu mütləq şəkildə verməlisiniz ki, bu bagaj bölməsində getsin. Onu da nəzərə alın. Continue düyməsinə basırıq. Yenə bizə xidmətlər təklif edir. Yenə xidmətlər deyir. Gördüyünüz kimi heç nə istəmirik və davam edirik. Heç nə seçmirik. Mütləq baxın ki, əliniz heç nəyə dəyməsin, heç nəyi seçməyəsiniz. İndi də bizə maşın kirayəsi ilə bağlı reklam göstərəcək. Gördüyünüz kimi biletin qiyməti gəldi 73 avroya. Çünki mən 42 avrodan əlavə olaraq 31 avroda sırf o priority bagajı seçdim. Amma siz 42-nin üstünə 16 avroda adi bagaj, yəni bagaj bölməsinə gedəcək çamadanı ala bilərdiniz. Budur dostlar, burada məlumatlarınızı daxil edib ödənişi edirsiniz və beləliklə Sevilla biletimizi aldıq. Eyni zamanda biz coğrafi biliklərə görə bilirik ki, Portuqaliya ilə İspaniya qonşudur. Və baxa bilərik ki, bəlkə biz Sevilla'dan Portuqaliya, yəni Lissabona keçək avtobusla. Niyə də yox? Bunun üçün biz həm avtobus, həm təyyarə bileti, həm qatar biletini görmək istəyiriksə, Aviasales bizə yalnız təyyarə biletlərini göstərir. Biz artıq omio.com saytına keçid edəcəyik. Və omio.com saytından baxacağıq ki, tamam, Sevilla biletimiz var. Biz birinci Sevilla'ya gedirik və Sevilla'dan Portuqaliyaya necə gedib çıxa bilərik. Və burada artıq görəcəyik ki, qatarmı, avtobusmu, yoxsa təyyarəmi sərf edir. Bunu da həll etdikdən sonra gəlin indi o biletləri alaq. Beləliklə daxil olub omio.com saytına baxaq görək ki, bu deməli Sevilla'dan biz Portuqaliyaya, deməli ki, Lissabona necə gedib çıxa bilərik. Beləliklə biz artıq Sevilla biletini aldıq deyirəm. İndi isə baxırıq ki, Sevilla'dan Lissabona necə gedib çıxa bilərik? Ümumiyyətlə, təyyarəmi götürək, yoxsa qatarla mı gedək? Və Lisbonu seçirik.
Beləliklə biz Sevilya biletimizi aldıq, Romadan Sevillaya gedirik. Buradan isə baxaq görək ki, Lissabona nə ilə getsək yaxşı olar. Və yenə də biz tariximizə baxacağıq. 14-ü gedib deməli ki, biz çatırdıq Sevillaya, deyək ki, 14-ü, 15-i vaxt keçiririk. 16 iyul tarixində artıq gedək çıxaq. Bir balaca da Portuqaliyanı kəşf edək. Bunun üçün isə deməli ki, iyul ayının 16-sına biletə baxırıq. Orada 22 avro göstərdi. Görək 22 avroya bizə nə təklif edir və neçə saata təklif edir əsas məsələ. Bir məsafəyə baxaq. Beləliklə dostlar, görürük ki, bizə nə təklif edir? Bizə təklif edir ki, sən Sevilyadan Lissabona avtobusla gedə bilərsən 6 saat 14 dəqiqəyə, 38 avroya gedə bilərsən. Deməli 12 saata getmək mümkündür, 7 saata getmək mümkündür, 6, 14, 30. Yəni başa düşdük ki, aha, tamam. Deməli mən avtobusla gedə bilirəm, eyni zamanda qatarla gedə bilərsiniz. Qatardakı maşallah 11 saat, 10 saat, gördüyünüz kimi yenə də 11 saat, 12 saat. Təyyarə qiymətlərinə baxaq ki, bu səfər bəxtimiz gətirib bu tarix üçün təyyarə biletlərimizdə elə avtobus qiymətinə də daha da ucuz. Görürsünüz 26 avroya belə bilet ala bilirsiniz. Ona görə biz baxırıq buradakı ay nə gözəl, nə əla. Biz elə 16 iyul tarixində 26 avroya bu bileti alaq, gedək. Qəşəng Lissabonu kəşf etməyə. Bu birbaşa reysdir Ryanair hava yolları ilə. Yenidən biz qayıdacağıq Ryanair saytına. Burada atdığımız bütün addımları yerinə getirib beləliklə Sevilyadan Lissabona biletimizi almış olacağıq. Bundan sonra əlbəttə ki biz qayıdırıq Aviasales'a. Burada Lissabonu seçirik. Lissabonu seçdikdən sonra yenidən Romanı seçirik. Çünki biz gəlib çıxmalıyıq Romaya ki, uçuşumuzu, Bakıya olan uçuşumuzu qaçırmayaq. Və beləliklə 18-i Romaya gəlib çatsaq yetərli olacaqdır. Yəni mən bölgünü belə aparmışam. Əlbəttə ki, siz günlərin bölgüsünü tamamilə fərqli də apara bilərsiniz. Və görürəm ki, ay nə gözəl. Deməli ki, Wizz Air-la yenə 94 manata bilet var və çox gözəl siz gəlib çatırsınız 01:05-də. Hətta mən sizə deyərdim ki, gecəni də hava limanında qala bilərsiniz və səhər artıq sizin uçuşunuz 14:00-dadır. O uçuşla da Bakıya gələ bilərsiniz. Gördüyünüz kimi 94 manata göstərir və biz yenə də bileti keçid edirik Wizz Air-a. Wizz Air-a keçid edib həmin o biletimizi alacağıq. Wizz Air-də daha öncə atdığımız adımların hamısını atıb Wizz Air biletimizi alırıq. Əla, təbrik edirəm bizi. Bizim artıq bütün nəqliyyat vasitələri üçün, yəni ölkələr arası olan nəqliyyat vasitələrimiz hazırdır. Biletlərimiz hazırdır. Çox gözəl. Burada ən vacib məsələ. Bizim biletlərimiz Wizz Air və Ryanair üzərindən olduğu üçün uçuşdan 24 saat öncə check-in məsələsini unutmamalıyıq. Mütləq və mütləq şəkildə. Siz zaten telefonunuza tətbiqləri yüklədiyiniz təqdirdə və e-mailinizə də sizə xatırlatma gələcəkdir ki, check-in eləmək lazımdır. Amma özünüz də unutmayın, yoxsa cərimələnərsiniz. İndi isə keçid edirik otellərə. Otelləri bron edərkən 2 dənə web saytı sizinlə müzakirə etmişdik. Bu agoda.com saytı və booking.com saytı. Mən normalda Booking-i aşırı dərəcədə çox sevirəm və bugün də sizə Booking üzərindən təqdim edəcəm. Booking-i sevmə səbəblərimdən də biri odur ki, siz Booking üzərindən Wizz Air akkauntunuza da belə deyək də pul toplamış olacaqsınız. Həmçinin də Booking-də nə qədər çox bron eləsəz, o qədər də başınızın ucalığıdır. Sizin profilinizin səviyyəsi artacaqdır və necə ki mən hal-hazırda 3-cü səviyyədəyim, siz də o səviyyəyə çatıb yaxşı endirimlər əldə edəcəksiniz. Ona görə elə gəlin bu 3 ölkədə də otelləri Booking üzərindən müəyyənləşdirək. Alternativ olaraq əlbəttə ki Airbnb ilə də sizə müqayisə verəcəm. Çünki evdə qalmaq daha sərfəli olur əksər ölkələrdə və gəlin görək bizi hansı qiymətlər gözləyir sırf Roma, Sevilya və Portuqaliyada. Odur ki başlayaq araşdırmağa. İlkin olaraq gəlin Romada baxaq otelimizə. Nəzərə almalı olduğumuz və verməli olduğumuz qərar budur ki, biz Romaya gecə saatında çatırıq. Biz oteldə mi qalmaq istəyirik, yoxsa aeroportda mı qalıb sonra gedəcəyik? Yəni bu seçimdən asılı olaraq siz otel günlərini təyin edəcəksiniz. Deyək ki, mən
deməli ki, getmək istəyirəm otelimə və otelə gecə saat 2-də gedəcəm deyə mən ayın 11-i tarixindən onu artıq bron etməliyəm və otelə də bildirməliyəm ki, mən gecə saat 2-də gələcəm və mənim planıma görə 11-dən 14-ünə kimi mən Romada olmalıyam. Qeyd edək ki, burada 2 nəfərlə gəlin hesablamanı aparaq ki, siz yol yoldaşınızla birgə gedirsiniz və başlayırıq müqayisələr etməyə. Bu arada burada avroda göstərir qiymətləri. Gördüyünüz kimi, bir də Wizz-Air-də diqqət edin ki, 296 avro göstərir. Əlavə olaraq taxes and fees bölməsi var. Yəni İtaliyada ələxüsusda city tax deyə bir ödəniş var və o məbləği nəzərdə tutmuş olabilir. İtaliyada ələxüsusda city tax deyə bir ödəniş var. O məbləği nəzərdə tutmuş ola bilərlər. Burada biz nə edirik? Müqayisə edirik. Əlbəttə ki, baxırıq qiymətləndirməyə ki, neçə baldan neçə alıblar, yerləşməsi. Gördüyünüz kimi Central Station Rome bizə məxsusi olaraq gecə çatdığımız üçün və avtobusla Romadan birbaşa Termini mərkəzi stansiyasına, Central Station-a gedəcəyimizə görə ona yaxın deməli ki, otellər tutmağımız məsləhətdir. Burada gördüyünüz kimi 296 avroya bu ən ucuzudur. 7.9-dur. Pis deyil. Yenə də 8-dən yuxarı seçməyinizi tövsiyə edərdim. Amma pis deyil. 8-dən yuxarıda belə daha bahalıdır. Ona görə biz sərfəli səyahət planladığımız üçün daha aşağı büdcəlini seçək və baxaq. Gördüyünüz kimi burada 268-ə də var. Açırıq bu otelin. Və əlbəttə ki, biz alternativ olaraq həmçinin də baxmalıyıq ki, Airbnb bizə nə təklif edir. Gördüyünüz kimi qiymətləndirməsinə baxırıq, rəyləri oxuyuruq buradan ki, necədir, location-ı necədir, qiymətə baxırıq ki, hansı otaqdır, kvadraturaya baxırıq ki, nə qədərdir. Bunu mütləq belə deyək də, gördüyünüz kimi 140, mən bunu başa düşmürəm, kvadrat metrəyə çevirin və baxın, otağın şəraitinə baxın. Bu non-refundable-dır, yəni pul qayıtmayacaqdır ödəniş etdiyiniz təqdirdə səhər yemək yoxdur. Burada demək olar ki, bir dənə bu free cancellation olandır və onun da ödənişi 350 avrodur. Burada bu otağın da şəraitinə baxaq. Bir də şəkillərə baxın dostlar. Yəni bu açıq və aydın görsənir ki, şəkillərdə fresh görsənir, amma köhnə mebellərdir və köhnə oteldir. Yenə də Romada qiymətlər bir balaca baha olduğu üçün qəbul olunandır köhnə oteldə qalmaq. Excellent location məsələsinə baxırıq ki, Terminidən nə qədər burada görürsüz. Xəritəni yaxınlaşdırırıq. Roma Termini buradadır və bu da buradadır. Bu əladır. Eyni zamanda daha ucuz bir otellər istəyirsinizsə, bu xəritə üzərindən də baxıb o otelləri də analiz edə bilərsiniz. İndi isə mən eyni zamanda deməli Airbnb-yə əlbəttə ki, keçid edirəm. Vurğuluyum ki, Airbnb-də normalda sizi qarşılamırlar və siz özünüz evə daxil olmalısınız və gecə saat 2-də evə daxil olmaq bir balaca çətin ola bilər. Yenə də çalışın ki, öncədən ev sahibi ilə bütün detalları danışasınız. Burada da biz öncədən Roma Termini seçə bilirik məsəl üçün. Roma Termini seçə bilirik və biz bildiyimiz kimi tarixlərimiz iyul ayının 11-dən 14-ünə kimidir. Burada neçə nəfər gələcək onu qeyd edirik və axtarış düyməsini basırıq. Və gəlin müqayisə edək, görək tapdığımızdan daha ucuzdur, yoxsa yox. Və burada da yenə terminini görürük. Xəritə ümumiyyətlə çox gözəldir, çox rahatdır. Terminini görürük, amma görürsünüz qiymətlər ucuz deyil. Yəni 344 ki, bəyək tapdığımız daha ucuzuydu. 314, 291-də amma biraz daha uzaqdır və siz gecə bu yolu qət etməlisiniz. Ona görə yəni məsləhət sizindir, baxa bilərsiniz. Bu arada gecə hava limanında qalıb ondan sonra Romaya mərkəzə gəlməyə planlaşdırırsınız. O zaman heç şərt deyil ki, Termini ərazisində tutasınız. Daha ucuz əraziləri də baxa bilərsiniz. Daha ucuz evlərə də baxa bilərsiniz. Burada məsəl üçün filtr bölməsi var və filtr bölməsindən gecəsi deyək ki, mən 78 avrodan baha heç nə istəmirəm. O tarixə elə bir imkan yoxdur, maşallah. Roma öz performansını göstərir. Gecəsi 202 avrodan. Bəli dostlar, Roma bir balaca bahadır və burada görürsünüz ki 185 avroya tapa bilərsiniz 3 gecəyə, yəni belə axtarışda edə bilərsiniz gördüyünüz kimi. Bu arada əlbəttə ki şəhərin taksidə sifariş etmək mümkündür. Normalda taksini Uber-dən sifariş edə bilərsiniz, amma Uber Azərbaycan yox, Uber International yükləməlisiniz. Gördüyünüz kimi 224 avroya belə qəşəng bir fresh ev təklif edirlər sizə.
Biz qayıdırıq, deməli ki, qayıdırıq müqayisəmizə. Bu gördüyümüz kimi 268 avrodur. Üzərinə də bu 63 avronu gəlməyi unutmayın. Bu deməkdir ki, 300 plus avro qiyməti edəcəkdir bu məkanın, belə deyək də sizə. Bu arada ən vacib məsələni unutdum sizə deməyi. Booking.com saytına mən birbaşa daxil olmuşam, amma bu tövsiyə olunan deyil. Siz buradan daxil olmağınız tövsiyə olunandır. Çünki elə olduğu təqdirdə siz həmçinin də viza həmin o bonusları toplamış olacaqsınız. Onu da vurğulayım. Və İndi isə dostlar, növbəti Sevillada otel necə tapacağıq onu göstərim sizin üçün. Sevillanı seçirik. 14-16 yol 2 nəfər search düyməsinə basırıq. İlkin olaraq gəlin görək Booking bizə nə təklif edir. Ondan sonra Airbnb-yə baxarıq. Qiymət fərqini görürsünüz də. Yəni Roma ilə Sevilla arasında. Düzü Sevillada ucuz deyil, amma daha aşağı qiymətə deməli ki, evlər tapa bilirik burada. Gördüyünüz kimi bu otellərdir 112 avroya. Old Town Sevilla yaxşı olar ki, siz ümumiyyətlə Old Town'da qalasınız. Bir də Əndəlüs vilayətinə getdiyinizə görə, yəni belə ərəb dizaynlı tarixi yerlərdə qalmağınızı çox tövsiyə edirəm. Yəni çox möhtəşəm bir təcrübə idi belə otellərdə qalmaq. Ona görə də mən evdənsə sırf Sevillada gözəl, autentik otellərdə qalmağınızı tövsiyə edirəm ki, qiyməti də baha deyil. Gördüyünüz kimi deməli səhər yeməyi yoxdur, non-refundable'dır. 8 kvadratdır. Bu çox balaca otaqdır. Nəzərə alın. Yəni 8 kvadratdır. Və qiymətləri burada görürsünüz. Burada taksiz əlavə yoxdur. City tax məsələsi və əlavə takslər yoxdur. Sırf qiyməti görürük. Və ya Booking-a qaydırıq, başqa görək ki, nələri bəyənirik, necə bir deməli otaq. Bu da çox gözəldir. Gördüyünüz kimi bu studio sizə təklif edir. Ümumiyyətlə balkonlu, yəni öz mətbəxi də olacaqdır. 113 avroya. Gördüyünüz kimi bu bir evdir. Bəli, bu bir evdir. Çox da möhtəşəmdir. Öz verandası var. Yəni çox gözəldir. Cəmi 113 avroya. Və siz də bunu bron etdiyiniz təqdirdə 11 avro Wizz Air akkauntunuza qazanmış olacaqsınız dostlar. Burada daha çox adam da yerləşdirmək olar. Çünki divan da açılır. Gördüyünüz kimi, yəni evdə də yemək hazırlaya biləcəksiniz. Və deyək ki, biz bunu bron eləyirik və ondan sonra əlbəttə ki, keçid edirik Lissabona. Görək ki, Lissabonda haranda qalacağıq. Əlbəttə ki, bu arada Airbnb-ni hər ehtimala əlbəttə ki, mən Airbnb üzərindən də baxacağam ki, Sevilla bizə Airbnb üzərindən bəs nələr təklif edir. Bu arada Airbnb-də sizə bir deməli ayrıca ev verə bilirlər, kvartira, bir də komnata verə bilirlər. Buna diqqət etmək lazımdır. Burada qiymətləri görürsüz, elə 115, 172, yəni seçim artıq sizindir. İstəsəz oteldə qalın, istəsəz ev kirayə eləyib evdə qala bilərsiniz. Mən amma oteldə qalmağı üstün tutardım, çünki orada abu-hava tamamilə fərqli olur. Onların belə deyək də belə gözəl bir məhlə hissələri olur və çox estetik olur. Lissabonda deməli otelimizə baxaq. Artıq tarixlər deməli ki, bizim üçün Lissabona olacaq 16-sı, 18-i 2 nəfər üçün qiymətlərə baxırıq. Axtar düyməsini bastıq və gəlin görək bizə nə təklif eləyir Lissabon. 178 avro, 195. Lissabonda gördüyünüz kimi taksis var. Yəni burada City. Lissabonda gördüyünüz kimi taksis var. Yəni burada City tax var. Bunu əlavə ödəyirsiniz. Qiymətlərə baxaq, dizayna baxaq, qiymətləndirməyə baxaq. Xəritə üzərindən baxmağımız tövsiyə olunandır ki, harda qalmaq istəyirik. Məsəl üçün elə başlayaq bu oteldən.
Location-ı eyni zamanda ChatGPT ilə də məsləhətləşə bilərsiniz. Amma deməli Booking də sizə ayrıca özü verir ki, Great Location. Great Location-ı açaq, baxaq görək ki, nəyə yaxındır və eyni zamanda özünüz də xəritədə baxanda normalda görürsünüz ki, şəhərin tarixi və mərkəzi hissəsi haradır və belə xəritə üzərindən də otelləri qiymətləndirib baxa bilərsiniz ki, hansı sizə uyğundur. Görürsüz 8.4-dür qiymətləndirməsi, yəni yaxşıdır, 153 avroya var. 8.7 var, 184 avroya gördüyünüz kimi çox. Location-ın da qiymətləndirməsinə baxın. 9.1 location qiymətləndirmə bu çox yüksəkdir və çox gözəldir. Gəlin elə buna baxaq və 18 avro siz Wizz Air akkauntunuza pul qazanmış olacaqsınız bunu bron etdiyiniz təqdirdə. View düyməsinə baxırıq. Gəlin gedək görək otağın şəraiti necədir. Twin room verir bizə. Adi, modern bir dənə otaqdır. 13 kvadratdır, pis deyil. Yəni bunu belə qiymətləndirdikdən sonra qərar verə bilərsiniz. Amma əlbəttə ki, biz bir Airbnb ilə də müqayisə eləyirik. Bunun üçün Airbnb-də Lisbon qeyd edəcəyik. Lisbon qeyd edib tariximizi dəyişirik ki, bizim tariximiz olacaq da ayın 15-dən ayın 16-sından 18-nə doğru. 2 nəfər üçün görək Lissabon bizə hansı qiymətə evlər təklif edir. Və gördüyünüz kimi müxtəlif qiymətə var. Filtr qoya bilərsiniz. 186 avro, 216. Artıq seçimli baxa bilərsiniz ki, harda və necə qalmaq istəyirsiniz. Beləliklə, təyyarə biletlərimizi aldıq, otellərimizi bron elədik və ən son olaraq gəzməli, görməli yerləri müəyyənləşdirmək qalıbdır. Çünki siz sərfəli səyahət etdikdə çox da vaxtınız olmur. Yaxşı olar ki, öncədən biləsiniz ki, Romada mənim 2 günüm var. Bu 2 gün ərzində mən hansı muzeylərə gedəcəm? O muzeyləri öncədən bir Get Your Guide veb saytı üzərindən və ya da həmin muzeylərin rəsmi saytları üzərindən biletlər alasınız. Məsəl üçün, Vatikan muzeyinə və ya da ki, Kolizeyə və ya da ki, başqa yerlərə. Burada özünüzü çox yormağa ehtiyac yoxdur. 2 dənə addım ata bilərsiniz. 1. YouTube kanalları izləyə bilərsiniz. YouTube'da İngilis, Rus, Türk dillərini nə istəsəz yazırsınız ki, 2 günlük Roma səyahəti və Romada gəzməli, görməli yerlər, Roma bloqları və s. bunu izləyirsiniz. Eyni zamanda da ChatGPT-yə, onu da sizə göstərəcəm, yazırsınız ki, mənə 2 günlük Roma səyahəti planla, tarixi yerləri görmək istəyirəm və ya da ki, yaza bilərsiniz ki, sırf müasir yerləri görmək istəyirəm. Yəni, sizin istəyinizə və arzunuzdan asılı olaraq ona elə bir yaxşı tapşırıq verirsiniz. O da sizin üçün detallı bir səyahət planı planlayır. Sonra da onun üzərindən gəzə bilərsiniz. Və bunu da etdikdən sonra beləliklə ChatGPT-ni açıb onunla danışmağa başlayırsınız ki, sizin üçün gündəlik proqram tərtib etsin. Bunun üçün nə edirik? Mən normalda ChatGPT ilə belə danışıram və sən turizm sahəsində çalışan ekspertsən, 20 ildən çoxdur ki, Avropada səyahət üzrə peşəkarlaşmısan. Mən Azərbaycandan Avropaya səyahət edəcək turistəm. 9 gün ərzində Roma şəhərində, Lissabonda və həmçinin Sevilliyada olacağam. Mənə ayrı-ayrılıqda Roma, Sevilya və Lissabon üçün hər biri 2-3 gün olmaqla səyahət planı tərtib et. Turistik yerləri görmək istəyirəm, həmçinin tarixi yerləri görmək istəyirəm. Ən vacib, ən önəmli ünvanları qeyd et mənim üçün. Restoran tövsiyəsi et, yeməli olduğum təamlarla bağlı mənə tövsiyələr ver. Peşəkar bir ekspert olaraq mənim üçün 9 günlük bu 3 şəhərə səyahət planı tərtib et. Beləliklə bunu söyləyirəm. ChatGPT də indi mənim üçün bunu hazırlamağa başlayacaq. Budur, tapşırığım hazırdır, yəni promptum hazırdır. Yönləndirirəm və gəlin görək mənə nə deyir. Roma, Sevilla, Lissabon. Gördüyünüz kimi şəkillərlə birgə tərtib edir sizə ki, səhər hara gedəsiz, gün orta hara gedəsiz detallı şəkildə. Ən son İtaliyaya getmişdim. Onda da bütün Roma səfərimi ChatGPT vasitəsilə tərtib etmişdim. Gördüyünüz kimi sizə bütün muzeyləri, shoppingi qeyd edibdir, Sevilliyada getməli olduğunuz yerlər, nəyin dadına baxacaqsınız, tapas, hamon, bunları belə qeyd edir. Axşam nə ilə məşğul olasınız, bunu qeyd edir. Burada gördüyünüz kimi ünvanların hamısını qeyd edir sizin üçün. Deyir ki, Games of Thrones filminin çəkildiyi yerlər var və mən bura getmişəm. Alcazar muzeyinə çox gözəl idi, inanılmaz idi və növbəti gün Sevilliyada nələr edəsiniz gördüyünüz kimi, Lissabonda 3 gün ərzində nə edəsiniz,
Əlbəttə ki, burada gün sayını daha sonrasında daha spesifikləşdirmək olar. Lissabonda Pastel de Nata bu Lissabonda, yəni ümumiyyətlə Portuqaliyanın ən dadlı və ən məşhur şirniyyatıdır. Hər yerdə görəcəksiniz. Onu belə tövsiyə edir. Bütün görməli yerlər Sintraya belə sizi aparır. Yəni möhtəşəm Pena Palace aşırı tövsiyə edirəm. Mən getmişəm, çox gözəldir. Bir gününüzü ümumiyyətlə Sintraya həsr edin. Burada bütün tövsiyələri də verir sizə. Gördüyünüz kimi faydalı tətbiqlər, eyni zamanda nələr yeyəsiniz, nə edəsiniz. Yəni Allah ChatGPT-nin canını sağ eləsin. Sizin zamanınızı belə deyək də araşdırma prosesində çox da sərf etməyinizə ehtiyac qalmır. Özü sizin üçün hər şeyi tərtib edir. Səyahətə hazırsınız. Bu 9 günlük səfər üçün çamadan toplamaq zamanıdır. Çamadanı toplamazdan öncə mütləq şəkildə hər 3 ölkədə olan hava şəraitini yoxlayın. Hava şəraitini yoxlayın ki, ona uyğun geyimlərinizi özünüzlə apara biləsiniz. Və sonra başlayın çamadanlarınızı toplamağa. Eyni zamanda uçuşdan 12 saat öncə də sizə söylədiyim Express Bank olsun və ya Paşa Bank olsun və ya Azərbaycanda fəaliyyət göstərən istənilən bir bankdan Visa Signature və ya Visa Infinite kartınız varsa, o zaman özünüzə havalimanına pulsuz taksi sifariş edə bilərsiniz və ya da ki Mastercard, World Elite və ya da ki Black Edition kartlarınız varsa, onun vasitəsilə də havalimanına pulsuz transfer sifariş edə bilərsiniz. Havalimanında özünüzə Fastline xidməti sifariş edə bilərsiniz. Fastline budur ki, siz növbədən kənar keçirsiniz, yəni sizi qarşılayırlar orada adınızla, soyadınızla belə qəşəng VIP xidmətin xanımları və sizi qeydiyyatdan sürətli bir şəkildə keçirirlər. Bu xidmətləri Telegram üzərindən sifariş edirsiniz. Həm Mastercard kartınız olduğu təqdirdə, həm də ki Visa kartınız olduğu təqdirdə Telegram üzərindən sifariş edirsiniz. Sonra isə gedirsiniz bu möhtəşəm səyahətinizdən zövq almağa. Beləliklə də sərfəli səyahət planlamış olursunuz dostlar. Məndən bu qədər. Ümid edirəm ki, bu nümunə sizə aydın şəkildə göstərdi ki, sərfəli səyahət planlayanda hansı addımları atmaq lazımdır. Bu ilkin olaraq sizə çox çətin gələ bilər ki, ayda bura gedirəm, bunu analiz edirəm və s. Amma inandırım ki, sizə 1, 2, 3-cü səyahətdən sonra artıq görəcəksiniz ki, hər biri avtomatdadır və siz avtomatik olaraq 45 dəqiqəyə belə olmasa ən azı 2 saat ərzində rahat bütün biletləri alıb otelləri bron edib bir səyahət planlamağı bacaracaqsınız. Hər birinizə gözəl səyahətlər arzu edirəm. Suallarınız varsa hər zaman müraciət edə bilərsiniz.